isə davam edirik. Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclası keçirilir. 40-a yaxın ölkənin təmsil olunduğu tədbir Azərbaycan turizminin Avropa bazarında təbliğinə imkan yaradacaq. Əməkdaşımız Natiq Çırağzadə birbaşa bağlantıda bu barədə danışacaq. Natiq, iclasın proqramına hansı mövzular daxildir, sizdən eşidək. Bəli, Azərbaycan BMT-nin Turizm Avropa Regional Komissiyasının iclasına ev sahibliyi edir. Komissiyanın 71-ci iclası məhz paytaxt Bakıda keçirilir. İclas çərçivəsində müxtəlif ölkələrdən turizm potensialının gələcəyinə dair perspektivlər müzakirə olundu. Bununla yanaşı, təbii ki, Azərbaycanın da turizm potensialına və genişlənməkdə olan turizm imkanlarına toxunuldu. Bunu da qeyd edeyim ki, komissiyanın 71-ci iclas çərçivəsində 38 Avropa ölkəsindən 150-dən çox nümayəndə məhz paytaxt Bakıda dünyanın turizm istiqamətləri, destinasiyaları barədə fikir mübadiləsi apardılar. Bununla yanaşı qeyd edə bilərik ki, tədbir çərçivəsində 2024-2025-ci illərdə fəaliyyət planına dair hesabatlar dinlənildi və təbii ki, Avropa Regional Komissiyasının müxtəlif komitələri, eləcə də İcraya Şurasına seçkilər başlayacaq bugün və seçkilərdə Azərbaycanla yanaşı, İcraya Şurasında olan seçkilərdə Azərbaycanla yanaşı Rumıniya, Xorvatiya, Yunanistan, Fransa kimi ölkələr də öz namizədliyini irəli sürüblər. Qeyd edeyim ki, məhz bu yerə İcraya Şurasının namizədliyinə ümumilikdə 5 yer ayrılıbdır. Tədbirin gedişində deməli, Birləşmiş Millətlər Təşkilatının Turizm Bürosunun icraçı direktoru Natalya Bayona məhz çıxışı zamanı Azərbaycanın turizm potensialının getdikcə güclənməsində və ümumiyyətlə Azərbaycanda əhalinin 23%-dən artığının gənclərin olması baxımından turizmin gələcəyinin də sağlam təməllər üzərində qurulmasından danışdı. Bununla yanaşı, əlbəttə ki, Qarabağda bərpa və yenidən qurmanın da Azərbaycanın turizm imkanlarına verəcəyi fayda əsas müzakirə mövzularından birinə çevrildi. Azərbaycanda savadlıq dərəcəsinin artması həm də turizmin inkişafı baxımından müxtəlif deməli proqnozların verilməsinə gətirib çıxarır. Bu proqnozlar əlbəttə ki, çox nikbinlik doğurur. Belə ki, Azərbaycanda hazırda tədbirdə iştirak edən 38 ölkədən 150-dən artıq nümayəndə məhz gələcəkdə Azərbaycanın turizm imkanlarına, investisiyaların təşviqinə dair müzakirələrin aparılmasının labüd olduğunu vurğuladı. Tədbirə davam edir və seçkilər keçiriləcək. Təbii ki, dediyimiz kimi seçkilərin nəticələrinə dair də ətraflı məlumatı tamaşaçılarımızla paylaşacağıq. Hələliklə bizim çatdıracaqlarımız bu qədərdir. Söz təkrar sizdədir. Təşəkkür edirik Natiq, sizə ətraflı məlumat üçün biz isə davam edirik.